Bir çox insanın sevərək istehlak etdiyi çərəzlərin, quru meyvələrin saxlanma şəraiti alıcılar üçün önəmli məsələdir. Xüsusilə üstü açıq şəkildə satılan bu məhsullar toza, nəmə məruz qala bilərlər. Bu isə sağlamlıq üçün təhlükəlidir. Son vaxtlar belə bir iddia yayılıb ki, quru meyvələri, çərəzləri həşəratlardan qorumaq üçün üzərlərinə milçək dərmanı sıxılır. Məsələnin ciddiliyini nəzərə alaraq araşdırma qərarına gəldik. Mütəxəssislər hesab edir ki, satış zamanı çərəz və meyvə qurularının hava keçirməyən qablaşdırmada saxlanması, müntəzəm olaraq təmizlənməsi və nəzarət altında olması vacibdir. Həmçinin məhsulların saxlanma temperaturu və rütubət səviyyəsinə, eləcə də uzun müddət açıq qalmamasına diqqət yetirilməlidir. Maraqlıdır, bu məhsullar uzun müddət açıqda necə saxlanılır? Doğrudanmı çərəz və meyvə qurularına dixlofos deyilən milçək dərmanı vurulur? Satçı Namiq Cəbrayılov bu iddialarla razılaşmır. O deyir ki, dərman istifadə olunsa belə bu yalnız paketlənmiş formada olur və həşəratları uzaq tutmaq üçündür. Ya o milçək dərmanı deyəndə o milçək vursalar da çölə vururlar ki, milçəklər olsun. Yəni malın içinə vurmurlar. Həşərat deyəndə o yəqin ki, şeylər ki, xarab olmasın. O sıxmırlar, onun içinə dərman qoyurlar quru qalmaq üçün. Bəs o dərman zərərli deyil? Yox. O elə klokun içində olur, o zərər vermir də, o həşəratlardan həşəratlar öldürür olanda. Yəni bizdə olmuyor bu. Yəni ola bilsin olsa da çöldə, açıq havada, isti havada, zətdə olanda onu sıxırlar. Yəni mən onu görməmişim, yalan deyirəm. Hamısının içinə qoymurlar da, bəzi malların içinə qoyurlar ki, orada bitmit olmasın. Burada tozda deyilə çox olmur. Yəni görürsən tükandır, təmizdir, hamısı yenilənir də, təzə tökülürsə, bax bunu təzə açmışam karovkana, yəni təzə açılır, təzə satılır. Yəni bizdə vallahi həşərat olmur, mümkündür. O açıq havada olur, məsələn, hardasa yəni çöldə satarlar, bazardan qıraqda, zadda ola bilər ki, həşərat. Yəni burada heç nə olmur. Satçı Məhərrəm Zeynalov isə məhsulların tozlanmaması üçün gündəlik təmizlik işləri aparıldığını bildirib. Heç vaxt elə şey ola bilməz. Onun ki, özümüz axşama kimi yeyirik burada. Elə şey olur. Yox. Elə deyil. Burada yay vaxtı kondisionerdən istifadə edirik. Yəni kondisioner o dərəcədə olur ki, içəridə yəni heç vaxt elə ki bir deyək də həşərat ola bilməz. Qapını örtülü saxlayırıq ki, yəni içəriyə yəni şey olmasın da, nəmişli olmasın. Hava soğuk olanda belə ki nəmlənə bilər. Amma belə toz burada olmur axı. Yəni ümumiyyətlə toz olmur. Çünki bura gündəlik silinir, təmizlənir. Da bazar belədir ki, açıq səmadır da. Bazarda yəni ola bilsin ki, olar. Amma da mağazində elə şey ola bilməz axı. Qeyd edək ki, düzgün saxlanma məhsulun keyfiyyətini qoruyur, istehlakçı üçün təhlükəsizliyi təmin edir və həmçinin iqtisadi baxımdan da itkilərin qarşısını alır. Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim Media.